Səndən soruşuram, arvadımdır deyə mənə təqdim etdiyin bu qadın kimdir? Başqa adamdır. Əlbəttə. Sən niyə başqa adamın şəklini verirsən bırakın? O Şəfiqə xanım qaynar xəttə atdılar. Mən də göstərdim bunu 3 dəfə də dəqiqləşdirdim ha ki, canavara şəklin verirəm. 5 ildir görməmişəm, 5 Görməmişsən. 5 ildə maskalanıb neçə. Bilirsən də, sən arvadı tanımırsan. Evdən çıxıb gedəndən sonra mən onun üzünü görməmişəm. Evdən çıxıb gedəndə getməmişə qədər tanımırsan onu. Ay Vüqar, bu uşaqlarının anasıdır abala. 4 ildir görmürsən, 4 ildir cük bülbül kimi cəhcəh vurursunuz. Bir evdəsiz, sevmisiniz, aşıq olmuşsunuz, nə bilim. Bəli, bizim təqdim etdiyimiz bu qadın dediyimiz yerdə işləyir. Az öncə mən dedim ki, Şirvanda görüblər. Bəli, həmin yerdə işləyir. Bəli, dostlar. Gördünüz, mən dedim orada işləyir, soruşdum. Dostlar, ümumiyyətlə o şəkli bu andan etibarən yığışdırırıq. Deməli, bilirsən də o harada işləyir. Bir daha göstərmirik. Bizim əməkdaşlarımız indi o qadınla danışırlar. Ay Vüqar. Valla, Aydın xanım, bircə dəqiqə, Vüqar, mənə bax. Siz məni dəli etməyə söz vermişsiniz. Adam da arvadını tanımaya bilər. Ay, istəyirsən 15 il görmə. İnsan necə öz yoldaşını tanımaya bilər?